Salam şagirdlər, bu dərsimizdə sizlərlə baxarıq tam mexaniki enerji mövzusundan olan məsələlərin izahlarına. Başlayaq birinci sualdan. Kütləsi 2 kiloqram olan cisim yer səthindən şaquli istiqamətdə yuxarıya doğru atılır. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. Atıldığı anda cismin kinetik enerjisi nəyə bərabərdir? Biz öyrənmişik ki, cisim yer səthindən atılan anda müəyyən bir başlanğıc sürət verilir cismə və cisim yer səthində olduğu üçün hündürlük də burada sıfıra bərabərdir. Müəyyən bir başlanğıc sürətlə atıldığı üçün atılan anda kinetik enerjinin qiyməti maksimumdur. Kinetik enerjinin qiyməti maksimumdur və biz bunu yazarıq m və 0 kvadrat bölə 2 ilə. Amma yer səthində olduğu üçün hündürlük sıfıra bərabər olduğu üçün atılan anda potensial enerjinin qiyməti sıfıra bərabərdir. Atılan anda potensial enerjinin qiyməti sıfıra bərabərdir. Onda bu halda biz deyərik ki, tam mexaniki enerji nəyə bərabərdir? Elə potensialla kinetikin cəminə bərabər olduğu üçün, yəni tam mexaniki enerji kinetik enerjinin maksimal qiymətinə bərabərdir. İndi cisim V0 sürətlə atılıb yuxarıya doğru. Bu cisim getdikcə yerdən uzaqlaşacaq, deyək ki, maksimal bir hündürlüyə qədər qalxır. Və bu hündürlüyə qədər qalxır. Bu hündürlükdə ani dayandığı üçün cismin həmin hündürlükdəki son sürəti sıfıra bərabər olur 1 anlıq. Ona görə həmin nöqtədə kinetik enerjinin qiyməti olacaq 0, 1 anlıq. İndi cisim həmin hündürlükdə yerdən maksimum qədər uzaqlaşdığı üçün, buna bir böyük H deyək, hündürlük maksimum olduğu üçün onda potensial enerji öz maksimal qiymətini alır. Potensial enerji maksimal qiymətini alır. O da bərabərdir. Biz onu mg böyük H-dan yaza bilərik. Bəs bu halda tam enerji nəyə bərabər olacaq? Bu halda tam enerji bərabər olacaq potensial enerjinin maksimal qiymətinə. Tam enerji potensial enerji maksimal qiymətinə bərabərdir. Və biz tam enerjinin ifadəsinə görə bilirik ki, tam enerji bərabərdir potensial enerjinin qiyməti üstəgəl kinetik enerji. Və əgər havanın müqavimət qüvvəsi nəzərə alınmırsa, bu cəm həmişə sabit qalır. Yəni cisim hərəkəti müddətində potensial enerji kinetik enerjiyə və yaxud da əksinə. Kinetik enerji potensial enerjiyə çevrilir və onların cəminə bərabər olan tam enerji heç vaxt dəyişmir. Yəni havanın müqavimət qüvvəsi nəzərə alınmayan halda sabit qalır. Yəni göründüyü kimi tam enerji cisim yerdən atılan anda bərabər oldu kinetik enerjinin maksimal qiymətinə. Cisim maksimal hündürlüyə çatdığı anda ani olaraq orada dayandığı üçün kinetik enerjisi oldu 0, potensial enerji oldu maksimum. Onda tam enerji bərabər oldu potensial enerjinin maksimal qiymətinə. İndi bizə məsələdə sual verir ki, atıldığı anda cismin kinetik enerjisi nəyə bərabərdir? Atılan anda kinetik enerjini biz Y kinetik bərabərdir m v 0 kvadrat böl 2 düsturuna görə tapa bilərik. Cismin kütləsi 2 vuraq. Atılma sürətini bizə məsələdə verib 20 metr bölünsün saniyə. 20 kvadratı 400 bölə 2. Deməli cavabımız olacaq buradan 400 joule. Yəni cismi yerdən atılan anda kinetik enerjisi nəyə bərabər oldu? 400 joule-la bərabər oldu. İndi ikinci sualda cismin yerə nəzərən maksimal potensial enerjisi nəyə bərabərdir? Yerə nəzərən maksimal potensial enerjisi nəyə bərabərdir? Yerə nəzərən maksimal potensial enerji qiymətini haçan alacaq cisim? Yerdən maksimum hündürlükdə olanda. Biz indi öyrəndik ki, yerə nəzərən maksimal potensial enerji ilə bu tam enerjiyə bərabərdir. Atılan anda da kinetik enerjinin maksimal qiyməti bu da tam enerjiyə bərabərdir. Onda biz deyə bilərik ki, atılan anda kinetik enerjinin maksimal qiyməti, elə cisim maksimal hündürlüyə çatan anda potensial enerji maksimal qiymətinə bərabər olacaq da həmişə. Çünki bunlar hər ikisi ilə tam enerjinin özünə bərabərdirlər də. Tam enerji də hərəkət müddətində dəyişmir. Onda biz kinetik enerjinin maksimal qiymətini nə qədər tapdıq? 400 joule. Onda belə çıxır ki, potensial enerjinin də maksimal qiyməti elə o da 400 joule-la bərabər olacaq. Çünki hər ikisi ilə tam enerjidir. Tam enerji də hərəkət müddətində dəyişmir, müqavimət nəzərə alınmayan halda. Sonra üçüncü sual, cismin tam mexaniki enerjisi nəyə bərabərdir? Artıq biz onu tapmışıq. Tam mexaniki enerji dedik ki, kinetik enerjinin maksimal qiymətinə bərabərdir. Kinetik enerjinin maksimal qiymətinə bərabərdir. Onu da tapmışıq 400 joule-la bərabərdir. Üçüncü sualımızın da cavabı o da 400 joule olmalıdır. Və dördüncü sual. Havanın müqavimət qüvvəsi nəzərə alınsaydı deyir. Hərəkət müddətində cismin tam mexaniki enerjisi necə dəyişərdi? Təbii ki, azallardı. Havanın müqavimət qüvvəsi nəzərə alınanda artıq azallardı. Artıq tam mexaniki enerji bərabərdir potensial enerji üstəgəl kinetik enerji. Bu cəm sabit qalsın, biz bunu deyə bilmərik. Yəni havanın müqavimət qüvvəsinə qarşı iş var. Müqavimət qüvvəsi nəzərə alınanda
Cisim müqavimət qüvvəsinə qarşı iş görür. Buna görə də onun tam mexaniki enerjisi getdikcə azalır, sabit qalmır. Sonra ikinci sual. Kütləsi 3 kiloqram olan cisim 60 metr hündürlükdən sərbəst buraxılır. Cismi yerə çatdığı anda sürəti nəyə bərabərdir? Cisim maksimum yerdən 60 metr hündürlükdədir. 60 metr hündürlükdə olan anda bu nöqtədə cismin kinetik enerjisi sıfıra bərabərdir. Çünki sərbəst buraxılır, başlanğıc sürəti yoxdur, kinetik enerji sıfıra bərabərdir. Amma potensial enerjinin qiyməti maksimumdur və mg böyük h-dan yaza bilərik. Bəs bu halda tam enerji nəyə bərabərdir? Deyərik ki, tam enerji bərabərdir potensial enerjinin maksimal qiymətinə. İndi cisim gəldi, dəyir yerə. Yerə dəydiyi anda hündürlük sıfır olduğu üçün potensial enerjinin qiyməti bərabər olacaq sıfıra. Maksimum sürətlə yerə dəydiyi üçün kinetik enerjinin qiyməti olacaq maksimum. Kinetik enerjinin qiyməti olacaq maksimum və bərabərdir mv kvadrat bölü 2 ilə yaza bilərik. Bu halda tam enerji bərabər olacaq kinetik enerjinin maksimal qiymətinə. Yəni göründüyü kimi 60 metr hündürlükdən düşən cismin potensial enerjisi hamısı çevrilir nəyə? Kinetik enerjiyə. Tam mexaniki enerji dəyişmədi. Onda biz yaza bilərik. 60 metr hündürlükdə olarkən cismin malik olduğu potensial enerjinin maksimal qiyməti, yəni mg böyük h bərabərdir. Cisim yerə dəyən anda həmin enerjinin qiyməti hamısı çevrildi nəyə? Kinetik enerjiyə, yəni mv kvadrat bölünsün 2-yə. İndi hər tərəfdən kütlələri ixtisar aparsaq, buradan sürət üçün alarıq və bərabərdir kök altında 2gh. Yəni cismi yerə dəyən anda sürəti üçün bu ifadəni aldıq. Qiymətləri nəzərə alsaq, 2 vuraq j-nin qiyməti 10, vuraq hansı hündürlükdən düşmüşdü? 60 metr. Vuraq 60. Buradan alırıq kök altında 1200. 1200. O 1200 də kök altında 400 vuraq 3 kimi yazsaq, 400-dən kök çıxacaq 20, kök altında 3. Yəni bu məsələmizdə cavab olmalıdır. Cismin yerə dəyən anda sürəti 20 kök altında 3 metr bölünsün saniyə. Baxırıq 3-cü suala. Nicat topu əlindən sərbəst buraxır və top aşağıya doğru hərəkət edir. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. A halında sual verir ki, topun hərəkət müddətində hansı qüvvə onun üzərində iş görür? Bu iş müsbətdir yoxsa mənfidir? Normalda indi topa təsir edən hansı qüvvələr var? Aşağı istiqamətdə topun öz ağırlıq qüvvəsi. Bir də hərəkətin əksi istiqamətində havanın müqavimət qüvvəsi var, amma məsələdə həmin qüvvə nəzərə alınmır. Deməli, burada bizim cismi aşağıya doğru gətirən hansı qüvvədir? Topun ağırlıq qüvvəsi. İndi bu qüvvə iş görürmü? Əlbəttə ki, iş görür. Çünki ağırlıq qüvvəsinin təsiri altında cisim burada yerdəyişmə icra edir. İş görür. Bu iş müsbətdir yoxsa mənfidir? Biz mexaniki iş dərsindən öyrənmişdik ki, ağırlıq qüvvəsinin işi üçün düsturumuzu yazsaq, A bərabərdir, F ağırlıq, vuraq. Cismin yerdəyişməsini də bir h-la yazaq da. Yəni hündürlük olduğu bir h-la yazaq. Ağırlıq qüvvəsi vuraq yerdəyişmə. Biz öyrənmişik ki, əgər cismə təsir edən qüvvə yerdəyişmə ilə eyni istiqamətdədirsə, bu halda həmin qüvvənin gördüyü iş müsbətdir. İndi baxırıq, cisim özü aşağı doğru gəlir. Yerdəyişmə istiqaməti aşağı doğru. Ağırlıq qüvvəsi o da aşağı istiqamətdə olduğu üçün, yəni bu halda ağırlıq qüvvəsinə yerdəyişmə vektoru arasında qalan bucaq 0 dərəcədir. Hər ikisi eyni istiqamətdə olduğu üçün bu halda ağırlıq qüvvəsi müsbət iş görəcək. Yəni birinci sualın cavabı bu şəkildə olmalı idi. Sonra ikinci sualda top hərəkət edərkən hansı enerji çevrilmələri müşahidə olundu? Biz bilirik ki, cisim bu vəziyyətdə yerdən maksimum hündürlükdədir. Maksimum hündürlükdə olan anda cisim maksimum potensial enerjiyə malikdir. Yəni mg h qədər potensial enerjiyə malikdir. İndi cisim gəlib yerə dəyən anda, yer səthinə düşən anda hündürlük 0 olduğu üçün potensial enerji olacaq 0, amma yerə dəyən anda kinetik enerjinin qiyməti olacaq maksimum. Kinetik enerjinin qiyməti maksimum olacaq. Burada nə başa düşürük? Maksimal hündürlükdə malik olduğu potensial enerji aşağı doğru gəldikdə çevrildi kinetik enerjiyə. Deməli, ikinci sualımızın cavabı top hərəkət edərkən hansı enerji çevrilmələri müşahidə olunur? Cavabımız olacaq potensial enerji çevrildi nəyə? Kinetik enerjiyə. Üçüncü sual. Top düşərkən yolun yarısına çatdıqda, onun potensial enerjisinin kinetik enerjisinə olan nisbəti nəyə bərabər olacaq? Yolun yarısına çatdıqda
Potensial enerjinin qiyməti 2 dəfə azaldığı üçün, çünki potensial enerji hündürlükdən düz mütənasib asılıdır da, EMC-H. Yolun yarısına çatdıqda potensial enerjinin qiyməti 2 dəfə azaldı. Onda tam enerjinin düsturuna görə tam enerji bərabərdir potensial enerji üstəgəl kinetik enerji. Kinetik enerji. Tam enerjinin sabit qalması üçün potensial enerji 2 dəfə azalıbsa, demək ki, kinetik enerji 2 dəfə artmalıdır. Lap biz tava da bilərik bunu. Siz yolun yarısında potensial enerji üçün yaza bilərik. EMC-H bölünsün 2. 2 dəfə azaldı da potensial enerji. Tam enerjində yerinə EMC-H yaza bilərik. Çünki maksimal hündürlükdə olanda tam enerjinin qiyməti potensial enerji maksimalına bərabərdir. Üstəgəl Y kinetik. Yolun yarısında kinetik enerji nəyə bərabərdir tapmaq istəsək, Y kinetik bərabərdir tam enerjidən həmin nöqtədəki, yəni yarı yoldakı potensial enerjini çıxmalıyıq. Yenə də buradan alırıq nə? EMC-H bölünsün 2. Yəni biz nə tapdıq? Yolun yarısında kinetik enerji də EMC-H bölü 2 qədər oldu. Potensial enerjinin qiyməti o da EMC-H bölünsün 2 qədər oldu. Hər ikisi eyni qiymət olduğu üçün ona görə onların nisbəti Y potensialın Y kinetikin nisbəti 1-ə bərabər olacaq yolun yarısında. Həmişə onlar bir-birinə bərabərdir. Təbii ki, hansı halda havanın müqavimət qüvvəsi nəzərə alınmayanda. 4-cü sual. Yerə dəydiyi anda topun kinetik enerjisi onu sərbəst buraxılan andakı potensial enerjisindən böyük ola bilərmi? Xeyr. Havanın müqavimət qüvvəsi nəzərə alınmayanda tam enerji saxlanmalıdır, yəni dəyişməməlidir. Yəni maksimal hündürlükdə tam enerji potensial enerjinin maksimalına bərabərdir. Yerə dəyən anda isə tam enerji kinetik enerjinin maksimalına bərabərdir. Və tam enerji dəyişmədiyi üçün, yəni buraxılan anda tam enerji nə qədərdirsə, yerə dəyən anda da tam enerjinin qiyməti o qədərdir. Bu o deməkdir ki, buraxılan anda potensial enerjinin maksimal qiyməti yerə dəyən anda malik olduğu kinetik enerjinin maksimal qiymətinə bərabər olacaq. Yəni, yerə dəydiyi anda topun kinetik enerjisi onun sərbəst buraxılan andakı potensial enerjisindən böyük ola bilməz. Yəni, bu bərabərlik həmişə saxlanmalıdır. Müqavimət qüvvəsi nəzərə alınmayanda. Sonra, sonuncu sual. Hansı halda topun yerə dəyən andakı kinetik enerjisi sərbəst buraxıldığı andakı potensial enerjisinə bərabər, hansı halda daha azdır? Potensial enerjisinə bərabər olduğu halı artıq izah edirik. Yəni, cisim havanın müqavimət qüvvəsi nəzərə alınmayanda yerə dəyən andakı kinetik enerjisi sərbəst buraxıldığı andakı potensial enerjisinə bərabər olacaq. Müqavimət qüvvəsi nəzərə alınmayanda. Hansı halda daha az olacaq? Təbii ki, müqavimət qüvvəsi nəzərə alınanda. Havanın müqavimət qüvvəsi nəzərə alınanda artıq cisim burada müqavimət qüvvəsinə qarşı da iş görüldüyü üçün getdikcə cismin sürəti də azala biləcək. Ona görə yerə dəyən anda kinetik enerjisi cismin kinetik enerjisi potensial enerjinin maksimal qiymətindən az da ola bilər. Və bu şəkildə suallarımızın cavabı bu şəkildə olmalıydı. 4-cü sual. Cisim yer səthindən şaquli istiqamətdə yuxarıya doğru atılır. Yer səthindən hansı hündürlükdə cismin kinetik enerjisi potensial enerjisindən 4 dəfə böyük olacaq? Və yerdən atılan anda cismin sürəti nə qədərdir bizə verilib? 30 metr/saniyə sürətlə atılır yuxarıya doğru. Və bizə sual olunur ki, cisim yer səthindən hansı hündürlükdə kinetik enerjisi potensial enerjisindən 4 dəfə böyük olacaq? Yəni, Y kinetik bərabər olsun 4 dənə Y potensial. Hansı hündürlükdə bizdən H istəyir? Biz bu məsələni işləməliyik tam enerjinin düsturuna görə. Tam enerji bərabərdir kinetik enerji ilə potensial enerjinin cəminə. İndi bizə kinetik enerji potensial enerjidən 4 dəfə böyük olsun. Bax, bu şərt verilib bizə. İndi mən burada tam enerjinin düsturunda kinetik enerji yerinə 4Y potensial nəzərə alsam, üstəgəl Y potensial. Buradan alırıq ki, tam enerji bərabər olmalıdır 5 dənə Y potensiala. İndi tam enerjinin yerinə M və 0 kvadrat bölü 2 yaza bilərəm. Nəyə görə? Çünki cisim yerdən atılan anda hündürlük 0 olduğu üçün potensial enerji 0-a bərabərdir və maksimum 30 metr/saniyə sürətlə atılıb. Onda bilirik ki, yer səthindən atılan anda tam enerji ilə kinetik enerjinin maksimal qiymətinə bərabərdir. Ona görə tam enerjinin yerinə M və 0 kvadrat bölünsün 2 yaza bilərik. Bərabərdir. Sağ tərəfdə 5 vuraq potensial enerjinin ani qiyməti EMC-H. İndi buradan hər tərəfdən kütlələri ixtisar aparsaq, onda buradan alırıq nə? V0 kvadrat bərabərdir 10 dənə GH.
10 dənə J H. Bizdən hündürlüyü istədi. H bərabərdir V0 kvadrat bölünsün 10J. Belə bir ifadə aldıq. Bu da bərabərdir. V0 neçə idi bizdə? 30 kvadratı 900 bölünsün 10J. J'nin qiyməti 10 olduğu üçün bu 100. Cavabımız eləyəcək 9 metr. Yəni 30 metr per saniyə sürətinə atılmış cismin 9 metr hündürlükdə kinetik enerjisi potensial enerjisindən 4 dəfə çox olacaq. 5 nömrəli sual. Yer səthindən 200 metr hündürlükdə uçan 10 ton kütləli təyyarənin sürəti 360 km/saat olarsa, onun tam mexaniki enerjisini hesablayın. Yəni, burada artıq cisim yerdən müəyyən bir hündürlükdə olduğu üçün potensial enerjisi də var, həm də hərəkət edir təyyarə, sürət olduğu üçün kinetik enerjisi də var. Burada verilənləri kənarda qeyd edək. Hündürlük H bərabərdir 200 metr verilib. Kütlə, təyyarənin kütləsi 10 ton kiloqramla yazsaq 10.000 kiloqram verilib. Bir də təyyarənin hərəkət sürəti V bərabərdir 360 km/saatı metr/saniyə çevirsək 1 kilometr 1000 metr, 1 saat 3600 saniyə. İxtisarlarımızı aparsaq buradan 100 metr bölünsün saniyə alırıq. Yəni təyyarənin sürəti metr/saniyə ilə 100 metr bölünsün saniyəyə bərabərdir. İndi bizdən tam mexaniki enerjini istədi. Tam enerji bərabərdir kinetik enerji ilə potensial enerjinin cəminə. Kinetik enerjinin ifadəsi mv kvadrat bölü 2, potensial enerjinin ifadəsi mgh. Qiymətləri nəzərə alsaq, kütlə 10.000, vuraq və 100, 100-ün kvadratı, o da 10.000 bölü 2. Üstə gəl potensial enerji. Potensial enerjinin qiyməti mgh 10.000, J'nin qiyməti 10, H da 200. H da 200. İndi bunları toplayaq. Demək, bir dənə 10.000-dən 2-ni ixtisar aparsaq, burada qalacaq 5.000. 5.000. Ya da belə eləyək də, 12-yə böləndə 5 vuraq, 3 dənə 0, 10 üstü 7. 5 vuraq, 10 üstü 7 burada qaldı. Üstə gəl. Burada da deməli 4, 0, 5, 7 dənə 0 burada. 2 vuraq 10 üstü 7. 2 vuraq 10 üstü 7 də bu elədir. Deməli cəm alınır 7 vuraq 10 üstü 7 joule. Megajoule-dan yazsaq, milyona bölsək, cavabımız alınır 70 megajoule. Və bu məsələmizin cavabı bu şəkildə olmalıdır. 6-cı sual. Şəkildəki oyuncaq tapancadan atəş açdıqda hansı enerji çevrilmələri baş verir? Oyuncaq tapancanın tətiyini çəkərkən, içəridə bu yayı görürük. Burada yay sıxılır. Yay varsa, yayın sıxılması varsa, demək ki, burada yayda bir potensial enerji yaranacaq. Tətiyi buraxdıqdan sonra artıq yay açılacaq və yayın açılması hesabına qarşısında olan bu mərmi müəyyən bir sürət qazanaraq tapancadan atılacaqdır. Deməli, burada hansı enerji çevrilməsi baş verdi? Tapancada olan yayın potensial enerjisi çevrildi nəyə? Mərminin kinetik enerjisinə. Çevrildi mərminin kinetik enerjisinə. Yəni, düstur şəklində də ifadə yazmaq lazım olsa, yayın potensial enerjisi üçün yazarıq daha doğrusu k x kvadrat bölünsün 2. Bu bərabər olmalıdır. Nəyə? V kvadrat bölünsün 2-yə. Yəni, məsələnin həllində bu bərabərliyi yazıb, ondan sonra lazım olan kəmiyyətin qiymətini buradan hesablaya bilərik. Yəni, konkret cavabımız hansı enerji çevrilməsi baş verəcək? Yayın potensial enerjisi çevriləcək mərminin kinetik enerjisinə. Sonra 7 nömrəli sual. Nicat liftə minir və yuxarı mərtəbələrdən birinin düyməsini sıxır. Liftin yuxarıya doğru yeyinləşən hərəkəti zamanı getdikcə liftin sürəti artır. Aşağıdakılardan hansıları baş verir? Kinetik enerjisi artır. Bəli, bu doğrudur. Lift yuxarıya doğru yeyinləşirsə, nicat da həmin liftin içərisindədir. Yeyinləşmə yəni sürətin artması deməkdir. Ona görə onun kinetik enerjisi də artacaq. Çünki kinetik enerji sürətdən asılı olan bir kəmiyyətdir. Sonra, potensial enerji azalır, xeyr. Bu səhvdir. Belə deyək də, 0-cı səviyyəni olaraq indi yer səthinə nəzərən bunların hərəkətinə baxırıq biz. Getdikcə yer səthindən uzaqlaşdıqları üçün potensial enerjisi artmalı idi, azalmalı deyildi. Bu səhvdir. Tam mexaniki enerjisi dəyişmir. Tam mexaniki enerjisi dəyişmir, xeyr, bu variantda səhv olacaq bizdə.
Nəyə görə? Çünki tam mexaniki enerjinin ifadəsi Y tam bərabərdir kinetik enerji üstə gəl potensial enerji. İndi lift yuxarı doğru qalxır. Yerdən uzaqlaşdığı üçün potensial enerjisi artır. Həm də şərtdə bizə yeyinləşən hərəkət deyir. Sürət artır. Sürət artdığı üçün kinetik enerjisi də artır. Hər ikisi artır. Ona görə tam mexaniki enerji sabit qala bilməz. Tam mexaniki enerji artmalıdır burada. Dəyişmir, yox, artmalı olmalıdır. Səhvdir bu da. Kinetik enerjisi azalır. Xeyr, bu variant da səhvdir. Çünki şərtdə bizə yeyinləşən hərəkət dediyi üçün kinetik enerji artmalıdır. Potensial enerjisi artır. Bəli, bu doğrudur. Yerdən uzaqlaşdığı üçün potensial artır. Tam mexaniki enerji artır. Bəli, bu da doğrudur. Həm kinetik, həm potensial enerjilər artdığı üçün tam mexaniki enerji də artmalıdır. Onda cavabımız olmalıydı A, Y və F variantları.